78 yaşlı Nazilə xanım bizim verilişimizdədir. Ailə qurmaq istəyirsiniz? Tənhalıqdan bezirəm. Nə olur olsun, insana qulaq olması lazım. Allah evlatlarımın da canını sağ eləsin, hamısı yaxşı. Gedirsən, oturursan, baxırsan, amma o ki ürəyində qalan ki, sir var, söhbət var. Onu heç kəsən bölə bilmirsən. Nə qədər mən neylim, necə eləyim, nə qədər eləyim. Bir nəfər adam lazımdır ki, səninlə bu dərdi bölsün. Mən belə həyat yaşamamışam, gözəl həyat yaşamışam. İndi o günlər mənim üçün xatirələrdə qalır, elgəz. O Nazilə yoxdur, məhv oldu, getdi. İndi ancaq quru adım qalır. Barmağımı sevməyənlər, belə mövzularda, show biznesdən olanda, belə mövzular olanda mən mütləq, bax, bu barmağımı məhz belə edəcəm. Bilmirəm bu qadın sağdır, ya sağ deyil, bilmirəm, Allah ona can sağlığı versin. Bilirəm bu çoxdan çəkilib, yayımlanıb, mən də görmüşdüm. Amma dedim təkrar bu qadın mövzusuna toxunacağım. Son vaxtlar bizdə kişilərimiz hamısı arxaya çəkilib. Bilmirəm qorxurlar, bilmirəm cəsarətləri yoxdur, bilmirəm həyaları var, bəlkə də həyaları var, qoy belə deyim, utanırlar, əzab çəkirlər, bəlkə də gücsüzdülər. Buna görə bizdə kişilər artıq, hamısı ən çox da show biznesdə geri çəkiliblər, meydan arvadlarındır. Hamısı da eyni. Mən müsahibəyə rast gəldim, deyir, yaxın zamanlarda bütün qızlar, qadınlar bir-birinə oxşayacaq. Sonra düşündüm niyə? Oturdum, baxdım, gördüm hamı bir-birinə oxşayır. Hamının burnu eyni, dodağı eyni, yanaqcıqları, saçları qaynaqlı, dırnaqları uzun, nəcis dolu dırnaqların içində. Və həmin adam dedi ki, gələcəkdə bütün qızlar, qadınlar bir-birinə oxşayacaq, eyni olacaqlar. Bax, deyəndə bizdə xoşlarına gəlmir də. Məsəl ki, bu qadınlarımızda, bax, bu nə deməkdir? Mənim 80 yaşım var, mən ərə getmək istəyirəm, mən ailə qurmaq istəyirəm, mən tənhayam, mən... Adama sual verərlər ki, sən üzr istəyirəm, bu arxon var, onu yerdən qaldıra bilmirsən. Arxıvu yerdən qaldıra bilmirsən. Ayaq yoluna gedəndə kiminsə qolundan istifadə edirsən, həsadan istifadə edirsən, nədən? Bu nə arzudur, bu nə istəkdir bizim son vaxtlar qadınlarımızda. Niyə belə hər şeyi ifrat dərəcəsinə gətirib çatdırıblar? Hər şeyi, yenə də hamıya demirəm, amma bəzilərinə. Əxlaqsızlıq, tərbiyəsizlik, arsızlıq, abırsızlıq, həyasızlıq, nə bilim, nələr. Yazıq kişilər özünüzü göstərin. Bizim bu qadınlar niyə belə olub? Yenə də deyirəm bəziləri. 80 yaşında bir qadın, 78 yaşında bir qadın ailə qurmaq istəyir, ərə getmək istəyir. Ərə getdiyin kişi səninlə yatmaq istəyəcək. Siz də mənə bağışlayın. Səninlə ay qoca arvad seks yapmaq istəyəcək. Səndən nələr gözləyəcək. Sən bunu bacaracaqsan. Demək, bizim qadınlarımız güclüdür. 78-80 yaşında da kişini qəbul etməyə, qarşılamağa, onun qulluğunda durmağa hazırdır. Qoca arvad, bəs seks? Bunu edə biləcəksən?